Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Dəstəmazın səhih olma şərtlərindən biri budur ki, əgər dəstəmazı hansı isə bir zərf və qabla onu istifadə etməklə alırıqsa, o qab mübah olmalıdır. Mübah olmalıdır, yəni qəsbi, oğurluq olmamalıdır. Kiminsə malı olmamalıdır. Biri bu, biri də budur ki, o qab qızıl və gümüşdən olmamalıdır. Yəni bir aftafı olsun, qızıldan olsun, yəni qızıl qabdan istifadə eləmək olmaz. Gümüş qabdan istifadə eləmək olmaz. İndi əgər su ya qəsbi qabdadır, ya qızıl və gümüş qabdadır. Əgər başqa qab varsa, o suyu başqa qaba tökürük, o suyu istifadə edə bilərik, dəstəmaz ala bilərik. Qabı qoyuruq kənara. Yox, başqa qab yoxdursa, əgər belə bir zərfdir, oradan ovucumuzla su götürə bilərik, qaba toxunmadan, qabı istifadə etmədən ovucumuzla su götürüb dəstəmaz ala bilərik. Dəstəmaz düzdür, amma o feil, yəni ki, qabdan istifadə məsiyyətdir. Dəstəmazı batil eləmir. Yox, əgər mümkün deyilsə, bu qəsbi qab ola, qızıl və gümüşdən olan qab ola, heç cürə istifadə edə bilmiriksə o sudan, o vaxt təyəmmüm almalıdır. O dəstəmazı təyəmmümlə əvəz etməlidir. Dəstəmaz ala bilməz. Bu təqdirdə vəzifəsi təyəmmümdür. Digər bir şərt ki, dəstəmaz o şərtlərlə səhihdir, dəstəmaz üzvləri pak olmalıdır. Yəni, üzdür, qollardır, məsh yerləridir. Bunlar pak olmalıdır, nəcis olmamalıdır. Əgər napaktırsa, nəcisdirsə, dəstəmazdan öncə o yeri paklamaq lazımdır, təmizləmək lazımdır, yumaq lazımdır. Dəstəmaz alır, əvvəl paklayır, sonra dəstəmaz alır. Dəstəmazın əsnasında da paklaya bilər. Yəni, məsələn, əlindən, barmağından qan gəlir. Qanı yuyur, dəstəmazı başlayır. Üzün yudu, sağ qolun yudu, məsələn, sol qolundadır, o qan gəlir. Əvvəl paklamışdı, amma bu üzün yuya-yuya, qolun yuya-yuya, bu barmağından yenə də qan çıxır. Ora çatanda o qanı təmizləyir, dəstəmazını alır, sonra məhz çəkə bilər, davam eləyə bilər. Yəni, dəstəmaz əsnasında da o yeri paklayıb, dəstəmazı davam eləyə bilər. Yox, paklamışdı, dəstəmazı aldı, qutardı, yenə də o yaradan qan çıxdı, nəcis oldu. Dəstəmazına bir zərər yetirmir, dəstəmazı düzdür. Amma əgər dəstəmaz üzvlərindən başqa bir üzvdə, bədənin başqa bir yerində nəcis olarsa, napaklıq olarsa, dəstəmazını ala bilər. Dəstəmazına təsir eləmir. Lakin namaz üçün o yeri paklamalıdır. Yəni, dəstəmaz düzdür, amma namaz qılmaya gələndə ya dəstəmaz üzvü, dəstəmaz alandan sonra qan çıxdı, nəcis oldu, namaz üçün paklamalıdır. Ya da ki, dəstəmaz üzvündən başqa bir yerdə, bədənin başqa bir yerində nəcis oldu, namaz üçün onu paklamalıdır. Dəstəmaza bir təsir eləmir. Salavat Peyğəmbər, Ali Peyğəmbərə.